Axşamınız xeyir. R24-də xəbərlərin 19 buraxılışına baxırsınız. Studiyada Vəfa Təyyar qızıdır. İndi isə daha ətraflı. Son dövrlərdə Ermənistan-Türkiyə münasibətlərində normallaşma istiqamətində yeni mesajlar eşidilir. Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə iki ölkə arasında sərhədin açılmasının mümkünlüyündən bəhs edib. Bu istiqamətdə konstruktiv danışıqların aparıldığını da vurğulayıb. Bəli, proseslərin gedişatı İrəvanın Ankara ilə münasibətləri bərpa etməkdə maraqlı olduğunu göstərir. Bununla belə Türkiyə Ermənistanla sərhədin tamamilə açılması məsələsində ehtiyatlı mövqe sərgiləyir. Çünki Ankara açıq şəkildə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan bu istiqamətdə konkret addımlar atmaq çətin olacaq. Ermənistandan Türkiyə ilə münasibətlərin normallaşmasına dair müsbət siqnallar gəlir. Ölkənin baş naziri Nikol Paşinyan qısa zamanda ölkəsi ilə Türkiyə arasında sərhədin açılmasının mümkün olduğunu bildirib. O, bu barədə 5-ci Tbilisi-İpək yolu forumunun açılış mərasimində çıxışında qeyd edib. Paşinyanın sözlərinə görə bu istiqamətdə siyasi dialoq aparılır və proses müsbət məcrada inkişaf edir. İrəvanın Ankara ilə yaxınlaşma cəhdləri son vaxtlar Bakı ilə münasibətlərin normallaşdırılması kontekstində daha da aktuallaşır. Xüsusilə də Vaşinqtonda sülh gündəliyinin paraflanmasından sonra Ermənistan və Türkiyə nümayəndələri arasında təmaslar intensivləşib. Ekspertlər bildirirlər ki, prosesin baş tutması isə ilk növbədə Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasından asılıdır. Türkiye'nin tabii ki daha önceki yıllardan itibaren bu konunun özellikle Ermenistan-Azerbaycan arasında sınırların tespiti ve kalıcı barışa mütakiben yasal düzenlemeleri yapmasını beklediği Ermenistan'ın bu adımları atmasına mütakiben Türkiye, Ermenistan'la doğal olarak normalleşme sürecine girileceği ve kapıların açılacağını beyan etmişti. Anlaşıldığı kadarıyla Nikol Paşinyan bu konuda önemli adımlar atacağının üstü kapalı sinyali olarak değerlendirilebilir. Ermənistan-Türkiyə sərhədinin açılması təkcə siyasi baxımdan deyil, iqtisadi cəhətdən də böyük əhəmiyyət daşıyır. Çünki hazırda ölkə ixrac və idxal məsələlərində məhdud alternativlərə malikdir. Bu da həm nəqliyyat xərclərinin artmasına, həm də bazar imkanlarının məhdudlaşmasına səbəb olur. Türkiyə ilə birbaşa ticarət əlaqələrinin qurulması isə problemlərin bir hissəsini aradan qaldıra bilər. Ekspertlər bildirirlər ki, proses həmçinin Ermənistanın ümumi xarici ticarət dövriyyəsini də əhəmiyyətli dərəcədə artıra bilər. Ticaretle birlikte bir turizm de oluşması da beklenir. Dolayısıyla bir de en önemli konulardan bir tanesi de biliyorsunuz Türkiye ile Azerbaycan arasındaki enerji ticaret hatları işte Ermenistan'la yaşanan sorundan mütevellit o yön değiştiriyor ve tabii ki orada maliyet de fazlalaşıyor. Eğer Ermenistan ile Türkiye arasındaki ilişkiler en yüksek seviyeye geldiği zaman o yol Ermenistan'dan da geçerek en azından güzergah uzamadan maliyeti de çok az olacak. Bu da dolayısıyla hem Türkiye açısından hem Ermenistan açısından da oldukça verimli bir durum olacak. Türkiyə ilə Ermənistan arasında dövlət sərhədi 311 kilometrdir. Sərhədlərin bağlanmasının əsas səbəbi Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı olub. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədləri bir tərəfli qaydada bağlamaq qərarı aldı. İndi isə bölgədə yeni siyasi reallıqlar yaranmaqdadır. Regionda sülh və əməkdaşlıq gündəliyi ön plandadır. Odur ki, Ermənistan sülh yolunda konkret və səmimi addımlar atarsa, Türkiyədə sərhədlərin açılmasını təmin edə bilər.